1974-cü il New York Ocean Avenue küçəsindəki kiçik bir evdə 23 yaşlı Ronald Defoe tüfəngini götürür və amansızcasına ailəsini, anasını, atasını, 2 qardaşını və 2 bacısını qətlə yetirir. Daha sonra o, səslərin ona bunu etməyi əmr etdiyini deyir. Bir il keçir. Evin yeni sahibləri Lutz ailəsi oraya köçür. Lakin cəmi 28 gün sonra onlar dəhşət içində evi tərk edirlər. Hətta əşyalarını da götürmürlər. Bəs onlar orada nə gördülər? Divarlardan süzülən qan, qəribə qoxular və qorxunc pıçıltılar, dəhşətli yuxular. Ev sahibi yuxusunda tüfəngli bir adamı görürdü. Arvadı isə qaranlıqda parlayan qırmızı gözlər. 5 yaşlı qızları isə Jody adlı biri ilə oynadığını deyirdi. Böyük, şeytani bir donuz. Gözləri isə qırmızı işıq saçırdı. Lutz ailəsi qaçdıqdan sonra ev əfsanəyə çevrilir. Bəziləri orada şər ruhların yaşadığına, digərləri isə bunun qurma olduğuna inanır. Lakin bir şey dəqiqdir. Bu evdə heç kim uzun müddət yaşaya bilmədi. Bəs siz nə düşünürsünüz?